Bir kənd, sakit və soyuq bir gecə. Qar hər tərəfi örtmüşdü. Külək qapı-pəncərələri səsləndirirdi. Amma bu sakitliyin altında dəhşət gizlənirdi. 1922-ci ilin mart ayında Almaniyanın Hinterkaif kəndində birdən-birə bir ailə yox oldu. Hamısı, ata Andreas, ana Zazilya, qızları Viktoriya və kiçik Zazilya. Viktoriyanın oğlu Yozef və qulluqçu Maria. Kim bunu edə bilərdi? Niyə belə bir dəhşət törətdi? Heç kim bilmirdi. Sanki gecənin qaranlığında bir sir gizlənmişdi. Hamıdan uzaqda sakit bir kəndin ortasında. Bu ailə sakit, adi bir həyat yaşayırdı. Ev kəndin kənarında izolyasiya olunmuş bir yerdə yerləşirdi. Viktoriya və kiçik Zazilya uşaqlıqdan burada böyümüşdü. Yozef sakit bir oğlan idi. Andreas və Zazilya isə ailənin başçıları kimi hər şeyi idarə edirdi. Maria isə illərdir ailəyə xidmət edirdi. Hər detalı bilirdi. Hamısı bir yerdə son günlərini yaşayırdı, amma bunu heç biri bilmirdi. Hər səhər adi görünürdü, amma hər güncdə bir sir gizli idi. Evin qapısı bağlı idi, həyat sakit, sanki heç bir təhlükə yoxmuş kimi. Martın 31-i qonşular Andreası görmüşdü. Bir neçə gün sonra polis və qonşular evə girdilər və qarşılarına çıxan mənzərə dəhşət idi. Hamısı öldürülmüşdü, güclü alətlə, amansızca. Amma ən qəribəsi odur ki, qatil evdə qalırmış kimi davranırdı. Yeməklər hazırlanmış, heyvanlara yem verilmiş, yataqda isə izlər var idi. Evdə heç bir mübarizə yox idi, qapılar bağlı idi. Sanki qatil burada gözümüzün qabağında oynayırmış kimi davranırdı. Evdəki sakitlik qorxu saçırdı. Hər detal bir sir daşıyırdı. Polis araşdırmağa başladı. Keçmiş işçilər, qonşular, ailənin yaxınları hamısı şübhəli siyahısına düşdü. Andreasın əvvəllər münaqişə yaşadığı qonşular da araşdırıldı. Amma heç bir sübut tapılmadı. Evdə qalan qatilin izləri yalnız kiçik detallar və sirli davranışlarda gizlənirdi. Hamı sual verirdi. Necə oldu? Niyə qaldı? Niyə ailəni öldürdükdən sonra qapıları açmadı, amma evdə hərəkət etdi? Polis üçün bu sirr açılmırdı. Hər gün həris yeni bir sual doğururdu sanki. Daha qərbəsi o idi ki, qatil evdə hərəkət edirdi, amma heç kimin göz qabağında deyildi. Evdəki hər detal, hər gün polislər üçün yeni bir məsələ yaradırdı. Niyə qaldı? Niyə bunları etdi? Polis və qonşular heç bir cavab tapa bilmirdilər. Hər detal yeni bir sirri daha da dərinləşdirirdi. Ev hərəkətsiz, amma hər küncündə qorxu var idi. Bu sir hələ də həll olunmayıb. Bu qətllə bağlı fərziyyələr çoxdur. Keçmiş işçi qisas almış ola bilər. Ailə üzvlərindən biri yaxud bir tanış qətldə iştirak etmiş ola bilər. Və ya sadəcə dəli bir qatil təsadüfi və planlı şəkildə hər şeyə həyata keçirmiş ola bilər. Amma heç biri sübut olunmayıb. Hər bir sir daha da dərinləşir və bu sadəcə bir qətl deyil, həm də psixoloji bir sirdir. Hər fərziyyə evin qaranlıq künclərini biraz daha gizli etdi. Sözü gedən bu qətl artıq 100 ildən çoxdur ki, müəmmalı bir şəkildə qalır və hələ də üstü açılmayıb. Qatil kim idi? Niyə evdə qaldı? Bu sir hələ də cavabsızdır. Məhz buna görə də sizin fikirləriniz çox maraqlıdır. Düşüncələrinizi şərhlərdə paylaşın və kanalımıza abunə olun ki, gələcək videolarda birlikdə daha çox müəmmalı cinayətləri araşdıraq. Hər sir, hər detal həqiqət tapmaq üçün bizi gözləyir.